Değerli dostlar, hörmətli izləyicilər, belə bir 5 otaqlı əla bir ev çəkib təqdim edirəm. Geniş bir məhəllənin kənarında yerləşir. Burada 4-5 ev idi. Təkcə bu qalır 5 otaqdan ibarətdir. Geniş həyətyanı sahəsi var. Evin arxa tərəfində də həyətyanı sahəsi var. Qabançıq daşlarla üzlənib 1-ci və 2-ci mərtəbə monolit betondur. Yerdən kürsülüdür. Belə bir geniş həyətyanı sahə, jalüzlə uzaqdan dərolma sistemlə təchiz olunmuş jalüz qapı, qabançıq fasad. Masazırda 6 nömrəli məktəbin arxa tərəfi asfalt yolun 20 metrliyində yerləşir. İşıqları qoşmamışam, hörmətli izləyicilər. Sayğacıdan söndürülüb işıqlar deyə qoşa bilmədim. Baxın, pilləkən beton, qranit gördüyünüz hər bir yer beton və istipol. Girişdə solda aynası yığılıb. İlk mərtəbənin kollektor sistemi alt hissəyə yığılıb burada. Davam eləyəm, mən sizə otaqlarla bir-bir tanış eləyim. Əla yerləşməyə sahibdir, dəyərli dostlar. Bura evin zal hissəsidir. Çox səliqəli formada təmir olunub. Televizyon sistemli, kondisioner xətti, internet aparatı və s. hər biri hazır vəziyyətdədir, quraşdırılıb. 1-ci və 2-ci mərtəbə monolit beton, əvvəldən axıracan cüt kubikli inşa olmuş bir evdir. Qiyməti isə 130 min manatdır. Dövlət ipotekasına yararlı paket kutsal evdir. İlk mərtəbədə yataq otağı axtaran müştərilər olduqca çoxdur. Həmin arzuda olanlar mütləq 5 otaqlı ev almalıdır və burada da əlavə bir yataq otağı var. Ancaq 5 otaqlı evlərdə ilk mərtəbədə yataq otağı olur. Buradan arxa tərəfə keçid qoyulub. Qeyd etdiyim kimi arxa tərəfdə də həyətyanı sahə saxlanılıb. Kombi aparatı orada quraşdırılacaq. Əlavə bu hissələri manqal üçün, paltar asmaq üçün xanımlar digər məqsədlər üçün istifadə edə bilər. Kifayət qədər işıqlı evdir. 6 nömrəli məktəbin arxa tərəfi mərkəzə yaxın bir ərazidə yerləşir. Buradan bu mərtəbənin yataq otağını sizlərə göstərim. Belə bir xudmani yataq otağı gələn qonaqlar üçün, yaxud da ki, yaşlı şəxslər üçün, pilləkəndən istifadə edə bilməyənlər üçündür. Buranın ilk mərtəbənin sanuzeli. Pilləkən də betondan yığılıb, dəyərli dostlar. Çox səliqəli formada təmir olunmuş evdir. Həqiqətən də çox zövqlə təmir olunub və əla bir evdir. İkincisine isə söz ola bilməz. Qeyd etdiyim kimi 1-ci və 2-ci mərtəbə monolit beton. 2-ci mərtəbənin yekununda beton kəmər atılıb. Buradan eyvan sahəsinə çıxış var. Hündür, rütubətsiz, əla bir ərazidir, dəyərli dostlar. Burada belə bir böyük yataq otağı, qonaq otağı ilə yeni ölçüyə sahibdir. Ailə üçün nəzərdə tutulmuş yataq otağı, kondisioner, televizyon xətti çəkilib. Burada növbəti belə bir böyük yataq otağı. Otaq ölçülərinə fikir verin. Nəhəng ölçülərdədir həqiqətən də. 5 otaqdan ibarətdir. Burası ümumilikdə 5-ci otaq. Qiyməti start olaraq 130 min manatdır. Baxın, bu da 6 nömrəli məktəb. Bu hündür bina. Məktəblə arası bir 150-200 metrdir. Bütün növ ictimai yaşayış obyektləri, məktəbi, bağçası, marketləri hər biri piyada məsafədədir. Daha ətraflı məlumat üçün əlaqə saxlamağı unutmayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.